Hacımazan kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus Village Palace Otelin qanuni təmsilçisi dəyişib. Reallıq TV-nin qaynar infoya istinadən məlumatına görə, Zeynalov Vüqar Məhərrəməli oğlu Village Palace Otel MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. Onun yerinə bağlı Samir Eldaroğlu gətirilib. Qanuni təmsilçinin niyə dəyişdirildiyinin səbəbi bilinmir. Yüksək ehtimala görə otelin təkcə qanuni təmsilçisi yox, sahibi də dəyişir. Qeyd edək ki, istirahət mərkəzinin rəsmi rəhbərliyindən gedən Vüqar Zeynalov iş adamı Ramazan Zeynalovun qardaşı oğludur. Ötən il istirahət mərkəzində nağdsız ödənişlərin qəbulundan imtina halları baş verdiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vüqar Zeynalova maliyyə sanksiyası tətbiq etmişdi. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Village Palace Otel MMC-ni aralarında yaranmış torpaq mübahisəsinə görə məhkəməyə vermişdi. İddialara görə otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi dövlətə məxsusdur və həmin ərazi Village Palace Otel MMC rəhbərliyi tərəfindən zəbt olunub.